Şirvan şəhərinin bir qrup sakini uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkir. Şəhərin kənarında salınan, elə loru dildə desək, gözdən, könüldən uzaq düşən küçə sakinlərin dediyinə görə bir dəfə də olsun asfaltlanmayıb. Bəs niyə asfaltlanmayıb? Gəlin izləyək. Söhbət Şirvan şəhərinin Məhəmməd Əsədov küçəsindən gedir. Küçədə 100-ə yaxın evdə təxminən 500 nəfər yaşayır. Sakinlər bildirir ki, ərazinin şəhərin kənarında yerləşməsi problemin illərdir diqqətdən kənarda qalmasına səbəb olub. Heç vaxt asfalt üzü görməyən bu küçədə qışda palçıq, yayda isə toz torpaqdan hərəkət mümkünsüz hala gəlir. Sakinlərin sözlərinə görə vəziyyət o həddə çatıb ki, bura nəinki taksilər, marşrut avtobusları, hətta təcili tibbi yardım avtomobilləri belə gəlmir. Sahətim xarabdır. Yazıqlar, doktor da çağıra bilmirik, həkim də gəlmir bura palçığın dərdindən. Həkim də gəlmir bizə baxmağa. Özümdəki illər uzun ilə xəstəyəm, 5 gün sağamsa 5 gündə yatırım. Bizim günümüz, rüzgarımız acınacaqlıdır. Xahiş edirəm, sizə qurban olaram. Bir ağ bir tək kimi, bir ana kimi. Bizim o yollarımıza bir əncam çəkin. Biz də insanıq. Bilmişik unallığa, onu yarı yolda idarənin qapısında bölürük, sumka daşıyırıq. Belə olmaz. Taksilər gəlir şəbəkənin ağzınacan, oradan yolu görür, deyir, gedmirik. Vallahi çox taksi var ki, deyir, puluz da lazımdır, girmirəm bu yola. Hələ bura yaxşıdır, biraz qabağa gedim, bura 2 dənə yol var. Orada maşın batır, burada da ki, keçmək olmur. Uşaqları ya qucaqda aparırlar. Elə vaxt olur da, bəli, hava pis olanda uşaqlar gedmir də məktəbə. Çünki nətər getsin? Evdən ütülü paltarla çıxırlar, məktəbə palçığını püskündə qeyib çıxırlar. Sakinlər deyir ki, yol problemi ilə bağlı döymədikləri qapı, yazmadıqları məktub, üst tutmadıqları ünvan qalmıyor. Amma indiyə qədər konkret nəticə də əldə olunmuyor. 22 ildir bu gördüyünüz məhəllədə yaşayıram. Dəfələrlə müraciət eləmişik, yol istismar idarəsinə müraciət eləmişik, bələdiyyə müraciət eləmişik, icra hakimiyyətinə müraciət eləmişik. Yəni bizim müraciətimizə dəfələrlə eləməyimizə baxmayaraq heç kim baxmayıb. Məsələ ilə bağlı Şirvan şəhər icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan verilən cavabsa belə oldu. Şikayət olan küçə ilə bağlı bildirmək istəyirəm ki, Şirvan şəhər icra hakimiyyəti əməkdaşları tərəfindən küçəyə baxış keçirilmiş, asfaltlanması növbəti illərdə nəzərdə tutulmuşdur. Lakin bugünkü gündə həmən küçədə asfaltlanma işlərinin aparılmasının əsas səbəbi şəhərimizdə dövlət proqramına uyğun olaraq su kanalizasiya sisteminin yenidən qurma layihələrinin həyata keçirilməsidir. Həmən küçədə bu işlər tamamlanmadığına görə küçəyə asfalt örtüyünün vurulması hal-hazırda mümkün olmamışdır. Rəsmi açıqlamadan belə görünür ki, Məhəmməd Əsədov küçəsinin sakinləri hələ bir müddət də mövcud şəraitlə yaşamağa məcbur olacaqlar. Başqa sözlə desək, sakinlərin səbri hələ bir müddətdə sınanacaq.